Bugün Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasının 3-cü təsdiqat mərhələsi çərçivəsində cavab maçına çıxacaq. Səfərdə Macaristanın Ferencvaroş komandasına 3-1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi tarixi uğurun astanasındadır. Köhnə atlar rəqibinə sensasiya yaratmaq imkanı vermək niyyətində deyil. Qurban Qurbanovun da dediyi kimi, komanda həm baxımlı futbol oynamaq, həm də mərhələ adlamaq istəyir. Meydanda bizə lazım olanı etməyə biz çalışacağıq və bacardığımızı etməyə çalışacağıq və bizim də daha çox diqqət ayırdığımız əlbəttə ki, əlaqədə evdə daha baxımlı oyun oynamaqdır və daha çox əlbəttə ki, topa sahib olmaq və rəqib buna nə qədər imkan verirsə əlbəttə ki və belə bir düşüncəmiz yoxdur ki, qol buraxmaq üçün biz sırf müdafiə qapanacağıq. Qarşılaşmaya maraq kifayət qədərdir. Kasalardakı izdiham və fantastik bilet satışı bunu deməyə əsas verir ki, azərkeşlər bu tarixi maçda komandanı tək buraxmayacaqlar. Bizim azərkeşlər elə bir səviyyədədir ki, onlara, mənim sözüm, ancaq onlara təşəkkür etmək olur, təşəkkür etmək qalır. Onlar bilirlər, bacarırlar ki, nə cür azərkeşlik eləmək lazımdır və hansı dəqiqələrdə, hansı anlarda komandasının, futbolçularının yanında olmaq lazımdır. Hesab sözün açığı Qarabağ orada 3 qol vurubsa, düzdür, Fenerbahçe güclü komandadır. Amma komandamız, belə deyim ki, bundan güclü komandalarla mübarizə aparır. Bir tarix yazıb, Çempionlar Liqasında Atletico Bilbao, Chelsea kimi klublarla oynayıb. Ona görə inşallah gözləyirik ki, bugün Qarabağ elə burada da 3 qol vuracaq. Rəqib bugün açıq oyun oynamağa çalışacaq. Buna nisbət Qarabağ yəni öz əks hücumlu, sürətli əks hücumları ilə rəqibimizə tuta bilər. Amma rəqib bütün gücünü ortaya qoyacaq. Yəni elə də asan da olmayacaq. Qurban müəllim elə belə demir ki, məndən başqa hamı artıq Qarabağın deyir etap keçməyinə inanır. İnşallah yəqin ki keçəcək bu gün. Sevinən tərəf biz olacaq. Qarabağda bir gün ulaşaq. Mənim fikrimcə hesabla 2-0 olacaq. Yəni müdafiəçilər də Qarabağın çox qəşəngli, hücumçuları da keçən oyundakı kimi Kevin Medina da vura bilər. Ondan sonra yəni hər oyunçu qol vura bilər. Hamıdan gözləntim var. Mənə elə gəlir ki, 2-1 Qarabağ qalib gələcək. Qolları Zubir Kadədən gözləyirəm, Nərman Axundzadədən gözləyirəm, Turaldan gözləyirəm. Futbolçularım çoxdur. Qol vuran futbolçularım çoxdur, ayağı qol vuran futbolçularım çoxdur. Əsas o ikisindən mən qol gözləyirəm. İnanıram ki, bugün burada toplaşan bütün azərkeşləri sevindirəcək. Yaxşı nəticələrlə də bu stadionu biz tərk edəcəyik. Mənə elə gəlir ki, Qarabağ çox vacib qələbə qazandı səfərdə. 3-0 hesabı ilə əla bir avantaj əldə elədi. İnşallah ki, mənim gözləntim o yöndədir ki, heç-hesə gözləyirəm oyundan. Çünki məncə həm Ferencvaroş çox hücum eləyəcək, biz də oyunu mümkün qədərlə sakitləşdirməyə çalışacağıq. Yəni, özümüzün lehimizə çevirməyə çalışacağıq. Məncə oyun sakit formada davam eləyəcək. Hesab gözləntim məncə ya 1-0 ya da 1-1 Qarabağın 1-0 qələbəsi ya da 1-1 HTS ilə başa çatacaq və inşallah ki, biz mərhələni keçəcək. 2 top fərqi ilə üstün olan Ağdam təmsilçisi əgər görüşdən sərfəli nəticə ilə ayrılsa, tarixində ikinci dəfə qitənin ən nüfuzlu turnirinin əsas mərhələsində iştirak edəcək. Ağdamlılar qalib gələcəkləri təqdirdə Avropa nəhəngləri ilə qarşılaşacaqlar. Qeyd edək ki, bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.